Salam, hörmətli müəllimlər, hörmətli abituriyentlər. Bugünkü mövzumuz feodal Albaniyası olacaq. Mövzunu izahını verməyə çalışacağım. Məlum olduğu kimi 224-cü ildə Parfiya əyanlarından biri olan Sasani nəslindən Ərdəşir Babəkan Parfiya dövlətinə son qoyur. 2 il sonra 226-cı ildə özünü şahənşah elan edir. Bundan əvvəl Parfiya dövlətinə məxsus olan ərazilər indi də Sasani dövlətinə aid olacaq. Və Sasanilər hakimiyyətləri altında olan torpaqlarda mərkəzdən idarə olunan əyalətlər yaratdılar. Eyni zamanda Atropatena 227-ci ildə Sasani dövlətinin əyalətlərindən birinə çevrildi. Beləliklə, Sasanilər Atropatenanın daxili müstəqilliğini ləğv etdilər. Burada canişin hakimiyyəti yaradıldı. Canişinlər hakim Sasani nəslinin nümayəndələrindən təyin edilirdi. Və Atropatena torpaqları hərfən odun himayəsində olan ölkə Adurbagan adlandırıldı. Erkən Sasani dövründə Adurbaganın sərhədləri çox güman ki, Parfiya dövlətinin tərkibindəki Atropatena sərhədlərinə uyğun gəlir. Sasanilər dövlətində Atropatena əvvəllər dövlətin şəhərlərindən biri idi. Şəhər, ölkə və ya vilayət anlamına gəlir. Bu dövrdə Albaniya şimalda Qafqaz dağlarından, cənubda Araz çayına, qərbdə İberiyadan, şərqdə Xəzər dənizinə qədər olan ərazilər əhatə edirdi. Albaniya inzibati cəhətdən vilayətlərə və əyalətlərə bölünmüşdü. Kürün sol sahilində 11 vilayət var idi. Bunlardan ən əsasları Qəbələ, Şəki, Lipina, Çolanın adını çəkə bilərik. Kürün sağ sahili Albaniyasında isə Arsaq, Uti, Paytakaran və Sünük adlanan 4 əyalətdən ibarət idi. 260-cı ildə Sasani-Roma müharibəsində Sasani şahı 1-ci Şapur Roma ordusunu məğlubiyyətə uğradır. Daha sonra qələbələri barədə ölkələrə, qonşu ölkələrə xəbər yollayaraq itaət tələb edir. Albaniyanın hakimiyyətində olan 1-ci Vaçe Sasani hökmdarına tabe olmaq istəmirdi. Lakin bir çox ölkələr kimi Albaniyada Sasanilərin tabeliyinə düşdü və onu hərbi dəstələrlə təmin etməli oldu. 1-ci Şapurun 262-ci ildə Nəqşi-Rüstəmdəki məbəd divarında həkk getirdiyi yazıda Sasani dövlətinə tabe olan ölkələrin adı çəkilir. Bu ölkələrin arasında Atropatena ilə bərabər Albaniya və onun vilayətləri olan Balasakanın da adı çəkilmişdir. Balasakan bölgəsi Kür və Araz çaylarının qovuşduğu ərazilər adlanırdı. Başqa mənbələrdə Balasakan ərazisi Paytakaran yaxud Beyləqan adlanır. Onun əsas əhalisi türk mənşəli saklardan ibarət idi. 1-ci Şapurun ölümündən sonra Albaniya siyasi müstəqilliğini bərpa etsə də Sasani dövlətinin asılı vəziyyətdə olmuşdur. 5-ci əsrə qədər Albaniyanın paytaxtı Qəbələ şəhəri idi. Qeyd eləyək ki, 1-ci Şapurun dövründə də öncədə olduğu kimi Sasani dövründə vilayətləri əsasən Sasani sarayından təyin olunan məmurlar tərəfindən idarə edilirdi. Sasani şahı 1-ci Xosrov Enuşiravanın dövründə isə, yəni 531-579-cu illərdə inzibati islahatlar keçirilərək ərazi 4 iri canişinli, yəni Kusta bölündü. Bu zaman həm Albaniya, həm də Atropatena bölgəsi Şimal Kustuna daxil edilmişdi. Sasanilər dövlətində əhali əsasən 4 təbəqəyə bölünmüşdü. Sonuncu təbəqə, yəni vergi verən əhali, kəndlilər, sənətkarlar və tacirlərdən demək olar ibarət idi. Onlar can vergisi olan gezit və torpaq vergisi olan xaraq ödürdülər. 6-cı əsrdə Azərbaycanda feodal münasibətlər inkişaf edirdi. Kənd icmalarının torpaqları feodalların əlinə keçirdi. Torpaqsız qalan icma üzvləri asılı kəndlərə çevrilirlər. Bu dövrdə əsas torpaq sahibi formaları dastakert, yəni irsi torpaqlar və eyni zamanda hərbi xidmət əvəzinə verilən xostak, yəni şərti torpaq sahibliyindən ibarət idi. Əkili becərilməsi çətinlik törədən torpaqlar isə adətə sahibsiz qalırdı. Sasani şahı 1-ci Xosrov islahatları nəticəsində sahibsiz torpaqları hərbiçilərə payladı. Vergi yığan məmurların özbaşınalığına son qoydu. Uşaqlar, qadınlar, qocalar, kahinlər, məmurlar, hərbiçilər can vergisindən, yəni gezit vergisindən azad edildilər.
Eyni zamanda farslar öz mövqelərini Azərbaycan torpaqlarında möhkəmləndirmək məqsədi ilə Azərbaycanın şimal ərazilərinə fars dilli tayfaları köçürüb məskunlaşdırdılar. Məqsədləri İrandan köçürdükləri bu tayfaların köməyi ilə Azərbaycanda mövqelərini möhkəmləndirmək və özlərinə etnik dayaq yaratmaq idi. Xosrov Ənişiravanın islahatları nəticəsində feodal münasibətləri tədricən möhkəmlənməyə başlandı. Onu da qeyd edək ki, eramızın 1-ci əsrindən etibarən Albaniyada Parfiya arşakilərinin bir qolu olan Alban arşakiləri hakimiyyətdə olublar. Arşaki nəslindən olan hökmdar 1-ci Qoçaq Paçaqanın dövründə ölkənin bütün vilayətləri birləşdirildi, mərkəzləşmiş dövlət yaradıldı. 3-5-ci əsrlərdə Albaniya mərkəzləşmiş feodal dövlət idi. Bu dövrdə hökmdar ölkənin qanunvericisi, baş hakim, hərbi qüvvələrin baş komandanı hesab edilirdi. Sasani dövlətinin işğalçı siyasəti Roma-Sasani münasibətlərinin pisləşməsinə və müharibələrin davam etməsinə səbəb olurdu. 4-cü əsrin sonuna qədər bütün Cənubi Qafqaz Roma ilə Sasani dövlət arasında nüfuz dairələrinə bölünmüşdü. Bölgüdə Albaniya Sasanilərin payına düşmüşdü. Sasani şahından asılı olduğuna görə Albaniya müharibələrdə Sasani ordusunu həm hərbi, həm də ərzaqla təmin etməli idi. Və nəticədə Albaniya hökmdarı Urnayer İran şahı 2-ci Şapur müttəfiqi kimi Sasani-Roma müharibələrində iştirak etmək məcburiyyətində qaldı. 359-cu ildə Roma ilə Sasani arasında baş verən döyüşdə, yəni Amid döyüşündə Urnayer İranın tərəfində döyüşürdü. Lakin qələbə ilə müharibəni döyüşü başa çatdırdılar. Daha sonra 371-ci ildə Dizrav döyüşlərində Sasanilərin tərəfində ikinci dəfə döyüşən Urnayer Sasanilərlə bərabər məğlubiyyətə uğradı. Nəticədə bir neçə vilayəti Uti, Sakaşen, Girdiman və Kolt vilayətləri itirildi. 387-ci ildə Roma ilə Sasani arasında bağlanan sülh müqaviləsi nəticəsində Albaniya yenidən itirmiş olduğu vilayətləri, yəni Uti, Sakaşen, Girdiman və Koltu geri qaytarmağa müvəffəq olur. Məlum olduğu kimi, qədim Albaniyada əhali bütpərəstlik, zərdüştlük dinlərinə etiqad edirdi. Bütpərəstlər daş heykəllərə, yəni əsasən kişi bütlərə sitayiş edirdilər. Eramız ilk əsrlərində Albaniyada ilk xristian icmaları yaranmağa başlayır. Xristianlığı Qüdsdən, Suriyadan gələnlər yayırdı. Həvari, apostol dövrü kimi tanınan bu dövr 4-cü əsrə qədər davam edir. İkinci, yəni Yunan-pərəst mərhələ 313-cü ildə Urnayer'ın xristianlığı dövlət dini elan etməsi ilə başlayır. Urnayer monoteist, yəni tək tanrılı olan xristianlığın köməyi ilə Alban dövlətini daha da gücləndirməyə çalışırdı. Onun varisləri də həmin siyasəti davam etdirməklə məşğul oldular. Bununla belə, Albaniya ərazisində xristianlıqla yanaşı zərdüştlük, bütpərəstlik və başqa dinlərin də ardıcılları var idi. Ümumiyyətlə, İslam dininin meydana gəlməsinə qədər mövcud olmuş dinlər arasında məhz xristianlıq bir çox mənəvi əxlaqi yanaşmalar baxımından İslama daha yaxın idi. Lakin bütün bunlara baxmayaraq xristianlıq bütün Albaniyanı əhatə edə bilmədi. Əsasən dağlıq bölgələrdə daha yaxşı, daha güclü şəkildə yayıldı. Bu dövrdə isə Atropatena ərazisində əsas din zərdüştlük idi. Atəşpərəstlər üçün müqəddəs və ən şərəfli od məbədi sayılan Adurquşnaps Azərbaycan ərazisində indiki Təxt-i Süleymaniyənin yerində yerləşirdi. Sasani şahları ənənəyə görə həmin məbədə getməli və orada ibadət etməlidirlər. Bu məbəd Sasani dövlətinin və dininin birlik rəmzi hesab olunurdu. Qeyd etdiyimiz kimi, Urnayer 313-cü ildə xristianlığı dövlət dini elan etsə də, din ölkədə ümumi dinə çevrilə bilmədi. Hökmdar və əyanlar xristianlığı qəbul etdilər, lakin əhalinin çox hissəsi hələ də bütpərəstliyə, atəşpərəstliyə etiqad etməkdə davam edirdi. 5-ci əsrin birinci yarısında Albaniya Arşaki nümayəndəsi Asuagen tərəfindən idarə olunurdu. Bu dövrdə ölkənin mədəni və təhsil siyasətində ciddi dəyişikliklər oldu. Köhnə Alban əlifbası üzərində yeni Alban yazısı yaradıldı. Alban uşaqları təhsilə cəlb olunurdu.
Uşaqlar yazını öyrənməli, onları dəstələrlə məktəblərə göndərilməli, onların yeməklə təmin olunması üçün vəsait ayrılmalı idi. Əlifba qəbul edildikdən sonra dini kitablar və başqa əsərlər Suriya, Yunan dillərindən Alban dilinə tərcümə edildi. 444-cü ildə Albaniyada 2-ci Vaçe hakimiyyətə gəlir. Türk mənşəli sülaləyə mənsub olur və Sasanilərlə qohumluq əlaqələrinə malik idi. 2-ci Vaçe xristianlıqdan imtina etmiş, atəşpərəstliyi qəbul etmişdi. Qohumu Sasani şahı 2-ci Yezdəgərdən ölümündən sonra zərdüştlükdən imtina edən Sasani hakimiyyətdən çıxırdı. 2-ci Vaçe hətta Çora dərəsini, yəni indiki Dərbənd keçidini tutur, Massagetləri öz tərəfinə çəkdi, Qafqazın 11 hökmdarı ilə ittifaq qurdu. Beləliklə, 2-ci Vaçe 457-463-cü illərdə azadlıq hərəkatına rəhbərlik elədi. Azadlıq mübarizəsi Sasanilərə qarşı çevrilmişdi. Hakimiyyətdə olan Şahənşah Firuz 2-ci Vaçenin siyasətindən xəbərdar olsa da, qohumluq əlaqələrinə görə ciddi tədbir görmədi. 2-ci Vaçe Firuza qarşı düşmən münasibət bəsləmirdi. Hətta Firuzun şərəfinə Firuzabad, indiki Bərdə yaxınlığında şəhər saldırır, həmin şəhər onun hakimiyyəti illərində ölkənin paytaxtına çevrildi. Qonşu tayfaların hücumları ilə bağlı olaraq ölkənin paytaxtı Kür çayının sol sahilindən sağ sahilinə keçirildi. Lakin sabitlik uzun sürmədi. Vaçenin sərbəst siyasəti Firuzu narahat eləməyə başlayır. 462-ci ildə Albaniyaya Haylandır Hunları daxil olur. Müharibə 1 il çəkəcək və 2-ci Vaçe hakimiyyətdən əl çəkməsi ilə yekunlaşdı. Vaçenin xahişi ilə atasından miras olan mülkü Şahənşah Firuz ona bağışladı. 2-ci Vaçedən sonra 487-ci ilə qədər Azərbaycanın Albaniya bölgəsini Sasani mərzibanları idarə etdilər. Və beləliklə, bu dövrdə Albaniyanın daxili müstəqilliyinə son qoyulmuşdur. 487-ci ildə Albaniyanın taxtına Arşaki sülaləsinin sonuncu nümayəndəsi 3-cü Mömin Vaçaqan da çıxdı. Hakimiyyət dövrü Albaniyanın siyasi, mədəni, dini dirçəliş dövrü kimi səciyyələndirə bilər. Əvvəlcə ölkədə dini birliyə nail olmağa çalışır və 488-ci ildə Ağdam şəhərində yerləşən, indiki Ağdam rayonu ərazisində yerləşən Abyen Kilsə Məclisini çağırdı. Kilsə Məclisində mühüm qərarlar qəbul edilirdi. Erkən orta əsrlər Albaniyası haqqında dövrümüzə çatmış yeganə tarixi hüquqi sənədlərdir və müxtəlif ictimai təbəqələrin sosial, hüquqi münasibətləri haqqında biz bu sənədlər əsasında təsəvvür əldə etmişik. 3-cü Vaçaqan Abyen Məclisini Albaniyanın müstəqilliyi möhkəmləndirilməsi üçün müstəqil Alban kilsəsinin dayaqlarını gücləndirmək məqsədi ilə çağırmışdı. Abyenda xristianlığın feodal əsaslarını nizamlamış, bununla da Albaniyada feodal münasibətlərin daha da inkişaf etməsinə yardım göstərmişdir. 3-cü Mömin Vaçaqandan sonra, yəni 510-cu ildən sonra Albaniya yenidən Sasani mərzibanları tərəfindən idarə olundu və Alban Arşakilər dövründə Albaniyanın siyasi quruluşunu mərkəzləşdirilmiş feodal dövləti kimi xarakterizə edə bilərik. 3-cü Mömin Vaçaqan tərəfindən əhaliyə zorla xristianlıq qəbul etdirilməyə çalışırdı. Lakin bütpərəstlər, atəşpərəstlər və başqa dinlərə etiqad edənlər təqib olunmalarına baxmayaraq ki, xristianlığı təbliğ edən məktəblər açılır və məbədlər tikilirdi, lakin xristianlıq Azərbaycanda, Albaniyada dərin kök sala bilmədi. Amaras Alban abidəsi Azərbaycan Respublikasının Xocavənd rayonunda yerləşir, bir zamanlar Alban din xadimləri burada dəfn olunurdular və məbəd Albanların ziyarətgahına çevrilmişdi. 510-629-cu illərdə Sasani mərzibanlarının hakimiyyəti dövründə Sasani şahları şimal dağ keçidlərini bağlamalarına, istehkamlar tikdirmələrinə, hərbi dəstələr yerləşdirmələrinə baxmayaraq, türk dilli etnosların, yəni Hunlar, Sabirlər, Xəzərlərin axınları artırdı ərazimizə və onların qarşısını almaq mümkün olmurdu. Onlar Albaniyada yerli, dil cəhətdən qohum, türk etnosların yanında məskunlaşır və onlarla qaynayıb qarışırdılar. 591-ci ildə Sasani-Bizans arasında bağlanmış müqaviləyə görə
Albaniya, Girdiman, Tiflis və Divinə qədər olan ərazilər Sasani hakimiyyəti altında qalmışdı. Və bu ərazilərdə türklər üstünlük təşkil edirdilər. Girdiman vilayətində albanlarla yanaşı onlarla qohum olan türk mənşəli Sabirlər də yaşayırdı. 7-ci əsrin əvvəllərində Azərbaycanın şimalında, yəni Albaniyada Mehranilər sülaləsinin hökmranlığı başlayır. Daha əvvəllər bu sülalə Girdiman vilayətində hakimiyyətə gəlmişdi. Sülalənin banisi Mehran idi. Sabirlər adlı türk tayfalarına mənsub idilər. Mehran Girdiman vilayətində Mehravan qalasını saldırdı. Sonralar Mehranilərin hakimiyyəti bütün Albaniyanı əhatə elədi. Bərdə şəhəri yenidən paytaxta çevrilir. 630-cu ildən etibarən artıq Albaniyanın böyük knyazları kimi fəaliyyət göstərirlər. 624-cü və 28-ci illərdə Albaniya Sasani-Bizans müharibələrinin döyüş meydanına çevrilir. Bu dövrdə Albaniya hələ də Sasani mərzibanları tərəfindən idarə edilirdi. Girdiman hakimi Varaz Grigor özünü Bizans imperatoru İraklinin vassalı elan etdi. 629-cu ildə Bizansla bağlanmış sülhə görə Albaniya Sasani təsir dairəsində qaldı. 629 və 30-cu illərdə Xəzərlər Albaniyanı işğal edirlər. Lakin daxili siyasi çəkişmələri səbəbindən Xəzərlər Albaniyadan çəkildilər. Və bu zaman müstəqilləşməyimizə Bizansla Sasanilərin öz aralarında müharibə apararaq zəifləməsi kömək elədi. Beləliklə, Alban taxt-tacı Varaz Grigorun əlinə keçir. Varaz Grigor 630-642-ci illərdə hakimiyyətdə olub. Onun hakimiyyəti dövründə Sasani imperiyasının asılı vəziyyətdə idi. Bu səbəbdən Albaniya hökmdarı oğlu Cavanşiri böyük qoşunla ərəblərə qarşı döyüşmək üçün Sasani hökmdarına köməyə göndərdi. Gənc sərkərdə Cavanşir döyüşlərdə göstərdiyi igidliyə görə İran şahı onu qızıl silahla mükafatlandırdı. Lakin Sasani imperiyasının paytaxtı Ktesifon ərəblər tərəfindən mühasirə alındıqdan sonra Cavanşir vətəninə qayıdır. Cavanşir anladı ki, Sasani dövlətinin müqəddəratı artıq Ktesifon döyüşündə həll olundu, yəni ərəblərə qarşı döyüşmək mənasızdır. 630-cu ildə Ərəbistan yarımadasında yeni bir ərəb dövləti yarandı. Bu dövlət ərəblərə məxsus ilk dövlət idi və 1258-ci ilə Yulaki xan tərəfindən süquta uğradılana qədər mövcud olmuşdur. Yarandığı ilk dövrlərdən Ərəb xilafəti Sasani dövlətinə və Bizansa qarşı müharibələrə başlayır. Və 639-cu ildə ərəb qoşunları Qəzvini işğal edir, Cənubi Azərbaycanın digər bölgələrinin işğalına başlayırlar. 642-ci ildə ərəb sərkərdəsi Azərbaycan mərzibanı İsfəndiyar ibn Fərruxzadla döyüşdə qalib gəldi və sülh bağladı. Bu məğlubiyyətdən sonra Cənubi Azərbaycan əhalisi xilafətə tabe edildi. Yerli əhali üzərindən vergi qoyuldu. Ərəb ordusu daha sonra Muğan, Şirvan, Dərbənd yürüşlərinə başlayır. Ərəblər Muğanda yerli əhalinin güclü müqaviməti ilə üzləşdilər. 3 il davam edən mübarizə nəticəsində Muğan ərəblər tərəfindən ələ keçirildi. Həmən vaxt ərəblər Azərbaycanın şimalını işğalını tam başa çatdırmasalar da Dərbəndi tutmağa cəhd edirdilər. Şirvan və Dərbəndin hakimi Şəhriyar ərəb sərkərdəsi ilə sülh müqaviləsi bağladı. Yerli əhali ərəblərə tabe olmalı, vergi ödəməli idi. Lakin xəlifənin göstərişi ilə Dərbənd əhalisi vergidən azad edildi. Əvəzində isə onlar bütpərəstlərə və xilafətin düşmənlərinə qarşı döyüşdə ərəblərlə birlikdə vuruşmalı idilər. Ərəblərin Cənubi Qafqazda əsas rəqiblərindən biri də Xəzərlər idi. Ərəblər Dərbənddən şimala yürüşlərə başlayarkən Xəzər xaqanlığının paytaxtına doğru getməli olurdular. Lakin Bələncər yaxınlığındakı döyüşdə Xəzərlərə məğlub oldular. 2 Bələncər döyüşü olub ərəblər və Xəzərlər arasında 643 və 653-cü illərdə. Hər iki döyüşün nəticəsi olaraq ərəblər məğlub olublar. Ərəblərin Azərbaycana yeni yürüşü 653-cü ildə baş verdi. Xəzər sahili düzənlik əraziləri yenidən itaət altına alan Ərəb ordusu Bələncər yaxınlığında 653-cü ildə yenə də Xəzərlərə məğlub oldu. Belə bir zamanda Albaniya taxtına Mehranilərin ən görkəmli nümayəndəsi, bacarıqlı dövlət xadimi, sərkərdə Cavanşir daxil oldu
və 642-ci ildə taxta çıxan Cavanşir 681-ci ilə qədər sui-qəsdlə öldürülənə kimi hakimiyyətdə olmuşdur. O, ölkə daxilində də dinc quruculuq işləri həyata keçirmiş, ölkənin daxili sabitliyi təmin etməklə yanaşı, həm də uğurlu xarici siyasət həyata keçirirdi. Belə ki, 654-cü ildə Bizans imperatoru ilə ərəblərə qarşı ittifaq yaratdı. Lakin Bizans öz öhdəliyini sona qədər yerinə yetirmədi. 662-ci ildə Albaniyaya hücum edərək Xəzərlər Kür çayını keçdilər, lakin Musa Kalankatlının verdiyi məlumata görə Xəzərlərin başçısına qalib gələn Cavanşir ona dedi ki, get Çoğlanın, yəni Dərbənd qapılarından geri qayıt və bir daha bura gəlmə. Lakin buna baxmayaraq 2 il sonra 664-cü ildə Xəzərlər ikinci yürüş etdilər və bu səfər məğlub olan Cavanşir vasılasılığını qəbul etdi. Xəzərlərlə əlaqələrini möhkəmləndirmək üçün nikah diplomatiyasına girərək Xaqanın qızı ilə evləndi. Cavanşir xilafətlə münasibətlərdə kifayət qədər çevik idi. Əməvi sülaləsinin hakimiyyətə gəlməsindən sonra Bizansdan nisbətən uzaqlaşaraq xilafətlə münasibətləri nizama salmağa çalışırdı. Nəticədə 667 və 670-ci illərdə Cavanşir 2 dəfə xilafətin paytaxtı Dəməşqə, yəni Şam şəhərinə gedərək xəlifə Muaviyyə ilə görüşdü. Albaniya rəsmən xilafətə tabe olan ölkə elan edilsə də, Cavanşir ölkənin daxili müstəqilliyini qoruyub saxlaya bildi. Eyni zamanda xilafət hakimiyyətini qəbul edərək Albaniyanın xilafət xəzinəsinə göndərilən verginin 3/2 hissəsini ərəblərə verməsi məsələsini dəyişikliyə nail olur, həmin vergi 1/3 miqdara qədər azaldıldı. Beləliklə, qonşuları, həmin dövrün güclü dövlətləri olan Bizans, Sasani imperiyaları, Xəzər xaqanlığı, ərəb xilafəti ilə münasibətlərdə Cavanşir müdrik, tarazlaşmış siyasət yürütməklə dövlətin sabitliyini, ən azından daxili müstəqilliyini qoruyub saxlaya bildi. Daha kiçik dövlətin başçısı olan Cavanşir həmin dövlətlərin bilavasitə başçıları ilə görüşmüş, sıx əlaqələr qurmağı bacarmışdı. Lakin Bizanspərəst yerli hakimlər tərəfindən təşkil edilən sui-qəsd nəticəsində 681-ci ildə Cavanşir qətlə yetirildi. Cavanşirin öldürülməsindən sonra Alban taxtına Cavanşirin qardaşı oğlu Varaz Tridat çıxdı. Varaz Tridat Girdiman vilayətində hakimiyyətdə olan sonuncu Mehrani nümayəndəsi idi və ərəb xəlifəsi onu Alban padşahlığının hökmdarı elan etdi. Lakin 705-ci ildə ərəblər və digər sülalə üzvləri ərəblər tərəfindən Varaz Tridat və digər sülalə üzvləri Dəməşqə aparılaraq edam edildilər. Bununla da Albaniyanın daxili müstəqilliyinə son qoyuldu və Albaniya əraziləri Arran adı altında tarixə keçdi. Yəni artıq ərəblər tərəfindən bölgələr Aran adlandırıldı.